Demək, bu bitkilər haqqında çox yazdılar da, yəni necə dəmləyək. Yazıblar ki, salam aleykum, bu iki bitkini necə istifadə edək qardaş. Demək ki, bu yoğurt otudur, qalxanvarı vəzin düyünlərində, qalxanvarı vəz zəif çalışırsa, həddindən artıq çox çalışırsa, hər iki problemdə yoğurt otu, yapışqan otu da deyirlər, qatıq otu da deyirlər. Bu təxmini bu qədər götürülür. Bir də ginkgo biloba. Bax, qalxanvarı vəzin düyünlərində çox gözəl fayda verir. Sonra limfa vəzlərinə çox gözəl fayda verir. Hədsiz faydası çoxdur. Götürürük bu qədər su, təxmini 3 stəkan dolu stəkan su. Təxmini 1 litr olmur da, biraz az. Su qaynara düşəndə bunları əlavə eləyirik. Bu iki bitkini 5 dəqiqədə qaynadırıq Allahın izni ilə. Və soyuyur, gün ərzində bunu içirik. Amma bunu uzun müddət içmək lazımdır. Bitkilər elədir ki, qısa müddətdə fayda vermir, yavaş-yavaş fayda verir. Həm qalxanvarı vəzin zəif çalışmasında, həm çox çalışmasında, həddindən artıq çox çalışmasında, qalxanvarı vəzin düyünlərində çox gözəl faydalıdır. Yəni, bu iki bitki deyərəm ki, 100 illərdir istifadə olunur. Böyük alimlərin kitablarında gəlir. Mükəmməl faydası var. Türklər demək olar ki, bundan istifadə edir. Yəni ki, qalxanvarı vəzin düyünlərində müasir tirdə, belə deyim də, müalicə yoxdur. Amma bu zaman keçdikcə böyük fayda verəcək inşallah. Mən də ara sıra içirəm, məndə problem yoxdur. Sadəcə olaraq önləmək üçün, qarşılamaq üçün mən də ara sıra içirəm.